Fiziki imkanları məhdud şəxslərin məşğulluq imkanlarının genişləndirilməsi istiqamətində növbəti addım atılıb. İnklüziv İnkişaf Platforması layihəsinin yekunu olaraq İnklüziv Karyera Forumu keçirilib. Dövlət Məşğulluq Agentliyinin həyata keçirdiyi İnklüziv İnkişaf Platforması layihəsi fiziki imkanları məhdud şəxslərin inklüziv məşğulluğa çıxış imkanlarının artırılmasına və onların karyera inkişafının dəstəkləməsinə xidmət edir. 2025-ci ilin dekabr ayından etibarən biz artıq başladıq İnklüziv İnkişaf Platforması layihəsini icra etməyə. Layihə müxtəlif mərhələlərdən ibarətdir. Belə ki, seçilmiş 30 nəfər müxtəlif kateqoriyalar üzrə əlilliyi olan şəxslərin iştirakı təmin olundu. Biz şəxslərlə 9 təlim olmaqla şəbəkələşmə görüşlərində daxil olduğu bir prosesi başlatdıq artıq. Agentlik aktiv məşğulluq proqramlarının icrasında fiziki imkanları məhdud şəxslərə üstünlük verir və onların əmək bazarında inteqrasiyası üçün ardıcıl tədbirlər görür. Layihədə iştirak edən 30 nəfər iştirakçı ilə silsilə təlimlər və şəbəkələşmə görüşləri təşkil olunub. Səhv xatırlamıramsa, platformadan qeydiyyatdan keçməyə artıq saatlar qalmışdı. Ancaq mən buna inanırdım ki, buradan qeydiyyatdan keçəndən sonra artıq təlimlərdə iştirak edəcəm və bu inanım özünü doğrultdu. Təlimlərin əsas xüsusiyyətləri ondan ibarət idi ki, burada təlimçilər əsasən nəzəri biliklərdən çox praktik xüsusiyyətlərə üstünlük verirdilər. Panel müzakirələrdə inklüziv məşğulluğun genişləndirilməsi, əmək bazarlarında bərabər iştirak və peşə hazırlığı məsələlərindən bəhs olundu. Şəfiqə Hüseynova, Elçin Tağıyev, ASTV Xəbər.